Burada terminal 3'ün qarşısından, yəni sola tərəf dönürsüz. Burada avtobuslar gedir. Roma Terminiyə və Tiburtiniyə. Bu əsasən gecə saatlarında gəlib saat 2-dən sonra avtobus və yaxud qatar tapa bilməyənlər üçündür. Buradan gedib minə bilərsiniz. İndi minib qiymətlərini də baxın. Avtobusun üstündə yazılıb zaten. Roma Tiburtina. Qiymətlərini də deyəcəm sizə. Hamının sabah xeyir olsun. Bu günləri hardayıq? Romadayıq. Gecə gəlmişik. Bu videom daha çox gecə viza ilə gələnlərə aid olacaq. Saat 2-yə qalmış gəlib düşmüşük. Həmin vaxtda bilirsiniz ki, qatar, avtobus kimi nəqliyyat vasitələri tapmaq çox çətindir və taksi də çox bahadır. 50 euro idi keçən il, bu il 60 euro yazılmışdı. Əgər qrup şəklində gedirsinizsə bölüşdürüb gedə bilərsiniz. Yox, əgər qatar və ya basdan istifadə eləmək istəyirsinizsə, biz bas istifadə etdik. İndi yerini də sizlə paylaşacağım, harada yerləşir. 7 euro ödədik və saat 2'də çatdıq. Hardasa 3'ün yarısında, hər yarım saatdan bir, 20 dəqiqədən bir həmin Roma Termini və Tiburtina qatar stansiyalarına gedən avtobuslardır. Onu da deyim ki, çox adam düşünür ki, gecə saatlarında səsdə yazın, hər halda mənim səsim düşməyəcək. Çox adam deyir ki, məsələn, gecə saatlarında aeroportda mı gözləməyə dəyər, yoxsa gəlib Terminidə və yaxud Tiburtina stansiyalarında gözləmək lazımdır. Biz risk elədik və düşündük ki, bir dəfə hava limanında gözləmişik. Bu dəfə gələk Tiburtinada gözləyək. Amma çox böyük bir səhv elədik, çünki Tiburtina Tiburtina stansiyası bağlıydı. Saat 5'in yarısı açıldı və biz çöldə, Astanovkada skameykalarda gözləməli olduq. Ora isə daha çox bomjlar, küçə həyatı yaşayır. Amma bomjlar deyildi, çoxsu qatar gözləyənlər idi. Uzanıb yatmışdılar orada. Çünki bizim kimi çox adam var ki, səhər tezdən gəlmişdi və qatar gözləyirdi. Hazırda biz gəlmişik Tiburtinadan Florensiyaya gedəcəyik. Çünki bu dəfə Romada qalmırıq. Birbaşa olaraq gecəni, yəni Romada keçirtmək istəmədik. Birbaşa olaraq Florensiyaya gedirik. Florensiyada bir neçə gün gəzib, ondan sonra Verona, Venetsiya bu şəkildə və ən sonda gəlib son günlərimizi Romada keçirdik. Romadan da geri qayıdacağıq. Başqa nə demək istəyirdik? Başqa nə deyəcəkdim? Cappuccino almayın. Cappuccino almıyor çünki soyuqdur. Soyuq oldu, amma çay qəşəngdir. Yəni saat indi hardasa bir dəqiqə Roma vaxtı ilə 06:03-dür. Bir yarım saatdır hardasa açılıb kafeler və isti çay, şirniyat ala bilərsiniz. İyi. Bize bu arada bakmayın, biz yuxuluyuq. çünki gecə yol gəlmişik, hələ də yuxumuz var və tez otelə gedib dincəlmək istəyirik. Belə eləyəcək. Deməli, qatar bileti alanda nə edirsiniz? Əgər kağız formasında alırsınızsa, bu tren stansiyalarından düşüb, burada belə yaşıl rəngdə aparatlar görəcəksiniz. Bunlar hər yerdə var. Demək olar ki, kənar tərəflərdə də olur. Hər stansiyada fərqli-fərqlidir. Mütləq kağızları burada qeydiyyatdan keçirtməlisiniz. Kağız qeydiyyatdan keçmədikdə içəridə yoxlanışda 100 evrodur ya 200 euro. Yəni biraz çoxaldıblar məbləği. Cərimə oluna bilərsiniz və yəni olunursuz da.
Əgər onlayn alırsınızsa biletləri, onlayn QR kodu var. O QR kodu özləri gəlib oxudurlar. Onu heç bir şeydə qeydiyyatdan keçirtmək lazım deyil. Bu qədər. Altı geçti qabağa gedir. İtaliyada qatarlar ümumiyyətlə gecikməklə gəlir. Qorxma, elə açmayıblar. İtaliyada qatarlar gecikməklə gəlir. Qatar tapmaq çətindir. Yavaş. Və mənə sumkanı götürün. Gəlsin, gəl. Ona görə çalışın gələrkən bir neçə saat tez gəlin. Çünki burada həqiqətən də bütün qatarlar, mən indiyə qədər elə bir qatar görməmişəm ki, vaxtında gəlsin. Hamısı gecikməklə gəlir. 21-22. Uğutuyor tabii biraz böyle çok sinir. Bu vaxtda elə yerlərimiz tutduq. Çəkiliş davam edirik. Florensiyaya Santa Maria Novella qatar stansiyasından başlayır və bütün demək olar ki, görüləsi yerlər hamısı bu ərazidə yerləşir. Bura bildiyiniz kimi İtaliya zaten başdan başa tarixi abidələrdir və bir-bir hər birinin adını çəkməyəcəm, amma görülməsi gereken yerler Florensiyada məsələn arxamda gördüyünüz bu katedraldır, kilsə. Sonra bütün bu hissələr hamısı tarixi binalardır, o aralardır. İndi biz üzü ora tərəfdə gedəcəyik. Orada daha böyük katedral var və sırayla hamısını gezəcəyik. Bu arada saat gece uçuşunda gəldisə, gece uçuşunda otellərin qəbulu saat 3-dən başlayır ən yaxşı halda. Hətta biz daha öncədən gələcəyimizi bildirməyimizə baxmayaraq, yenə də otellər strictly ancaq saat 3-də qəbul edirlər. Əvvəldən deyirlər, hə yer olsa qəbul edərik, amma sonda görürsən ki, yer olmur nədənsə. Bunların səbəbi çoxdur. İlk öncə təmizlik xidmətidir ki, hansı ki onlar saatları var. Həmin saatda gəlib təmizlik işlərini görürlər. Ondan əlavə saatda gəlmirlər. İkincisi də bu ümumiyyətlə insanlar biraz burada tənbəldir. Nəyə görə? Mən kiməsə görə tez durub gedib qapını açmalıyam və yaxud da mən kiməsə görə işə tez getməliyəm. Bu tip fikirlər var. Ona görə də biz yalnız əşyalarımızı xahiş elədik ki, oteldə buraxaq və çıxaq şəhəri gəzməyə. İşte geldim çakır da yalnız. Bugün əsas gəzinti yerimiz demək olar ki, bu ətraf olub. İndi digər bir küçə var, orada gedəcəyik. Bunlar da hər yerdə belə açıq havada, bütün şəhərlərində bu formada kafelər düzəldiblər, çox qəşəngdir. Çöldə oturursan və cürbəcür içkilər, içki ilə yeməklər, o da atışdırmalıqlar, pizzalar və bu mənzərə ilə qəşəng nuş eləyirsən.
Serkvın üstü bütün işlemelerdir. Çok qəşəng işlemeler var. Digər binası isə restavrasiyadadır, üstü bağlıdır. Onun da yuxarısı çox qəşəngdir. Pizzaları da ki möhtəşəm. Diğer. Buradan keçirsən, ümumiyyətlə bu İtalyanların küçələrindən keçirsən, burada da var kafelər. Belə də baxa bilərik, hə. Keçirsən, elə iyilər gəlir, elə qəşəng iyilər gəlir. Adam yəni Limon içmedin mi? bilmir neynəsin, şirniyyat yesin, yemək yesin. Burada qəşəng ət yeməkləri də var ha. Kartuşka ilə zadla. Çöldə yer yoxdur. Her yer doludur. Sen? Elə bayaqkidir deyəsən. Papa. Neyle? Orada heç nə yoxdur. Bu yolda gedip oraya çıkabilirsin. Ha, gidiyorum. Avropaların növbə mədəniyyətinə də heyran olmamaq mümkün deyil. Hansı kafeye yaxınlaşırsan, hansı muzeyə yaxınlaşırsan, hansı nə bilim mağazaya yaxınlaşırsan, düzülüblər sıraya. Günün altında, yağışın altında fərq eləmir. Sırayla düzülüblər, gözləyirlər saatlarla. İnsanlar nə elə bir ki, həvəsi ancaq gözləməkdir. Məsələn, bizdə gözləmə ümumiyyətlə yoxdur. Hamı istəyir özünü basıb keçsin. Hamı istəyir qabağa düşsün. Bir dəqiqə qabağa düşsə qənimətdir. Amma burada yox. Burada adamın öz, yəni mən səbirli insanam və növbə mədəniyyəti ən sevdiyim şeydir. Hörmətdir birinci növbədə də növbə mədəniyyəti. Bir-birinə qarşı hörməti göstərir. İnsanın özünə olan hörmətini göstərir ilk növbədə. Mən kimi növbə mədəniyyətini sevən adam bunlara baxanda ürəyim sıxılır ki, yəni günün altında dəyərmi ki, yəni bir dənə o kofeni almaq üçün 1 saat sıra gözləyəsən. Nə olur, səncə dəyər? Değmez elbette ki. Dəyməz. Gidib biz gözləmirik. Basıb girmirik də. Ya mədəniyyət var, amma 1 saatlıq növbələrə girmirik, almırıq, yemirik, içmirik. Nə edək? Yani ölmürük. Ölmürük. Ay sağ ol. Gedib başqa bir yerdə Turist kimi gelmişsen sayılı saatlerin vardı. Onu da orada növbədə keçirtməyin heç bir mənası yox. bir də hava sərində, okey, yəni hava sərin olanda hansısa deyək ki, elə bir muzey var ki, mütləq oranı görmək istəyirsən. Onda gözləmək olar, amma belə istidə 31 dərəcə isti olub bugün. O istidə sən hər bir qapının qarşısında dayanasan. Buradan çıxıb ona, oradan çıxıb ora. Məncə yəni bu hava üçün deyil. Bu arada kamerada çox yaxından tuturam. Videolarımda fikir vermişim. Çox yaxından tuturam, biraz uzaqdan tuturam. Belə tutanda da 05 yok. zoom'un ən aşağı saldım. Görək. 05 yoxdur. Orada küçələri göstərim.
çatdıq həmin yerə. Ha, biz ora çıxırıq. Buralar daha sakitdir. İndi insanların çox olduğu bir yerə çıxacağıq. Bu arada Florensiyada o qədər də istədiyiniz yerə getmək üçün növbələr yoxdur Romadakı kimi. İnşallah Roma vloqunda onu unutmaram deməyi. Amma hər birimizin məlumatı olsun ki, Romada görüləsi gerəkən yerlərə mütləq səhər saat 6-7-dən peki burada oturaq. Qəşəng yeməklər var. Ha? Burada yer yoxdur, ha? Oturaq. Davay. Belə bir yer tapdıq. Burada ət yeməkləri var. Ha? Orada menüdən başla. Hello. Photo? Do you have here? Yes, please. Please. Yoxdur orada. Here? Oh, Okay. I think it's okay. Yeah. Geldik İtalyan restoranına. Buranı göstereyim size. Tipik İtalyan restoranıdır. Belə yerlərdə adətən yeməklər dadlı olur, qəşəng olur. Mən Salernita'da yoxsa Salernita'da belə bir yerdə oturmuşdum. Qəşəng yeməkləri var idi. Qara menü yeməkdir, ad menü çiğdir. Bu arada menülər də dəlidir. Hər yerdə dəri var. Streaming YouTube. Yeah. When you're from me, you I can see the video. Yeah, as you can see. Yes. Not a problem. Thank you. Yeni follow ederim her yerde. Thank you. İyi. Lazanya da var. Ne lazanya bu? Lazanya şey. Давай. For me one lasagna. On lasagna. Yeah. Okay. For me risotto with the curry. So with mushroom on top. Yes. Okay. I also Some love more. wine. Would you like to take a bottle? No, just This is glasses. Some It's please. very full of plastic. Oh, so here is the bottle. Why? Oh, some do you like sweet? Yes, But sparkling. plastic. I give you a glass of Moscato. Okay. Sen dinle. Hello da. Okay. Fancy. Okay. Want to pour your wine? No, you don't. Thank you. Where are you from? Azerbaycan. Evet. Belə sifarişlərimizi verdik. Birazdan hazır olanda davam eləyərəm, göstərərəm sizə. Bizdə deməli sifarişimiz oldu. Lazanya və risotto. İndi sizə burada bir şey göstərəcəm. İtalyanların yeməkdən öncə etdikləri soyuq sıxım zeytun yağı, üzərinə balzamik sos, balzamik soslu gəlmək və qara istiot əlavə edirlər. Sonra isə bu formada içli çörək təqdim olunur. Çörəyi batırırlar yeməkdən öncə. Bu biraz
Aynur əsl İtalyanlar kimi var. Çox dadlı olur. Həqiqətən də çox qəşəng dadı var. İsti çörəklə çox yaxşı gedir. Qoysa danışacağım. İsti çörəklə çox yaxşı gedir. Bunlarda bu mədəniyyət var. Yeməkdən öncə mütləq bütün qonaqların qarşısında qoyulur. Hər yerdə, İtaliyada hər bir yerdə bunu görə bilərsiniz. Və bütün qonaqlar bu formada elə bir başlanğıc olaraq bu zeytun yağını dənəyirlər. Əslində çox gözəl bir adətdir. Çünki zeytun yağı xeyirlidir. İnsanlar bunu bu şəkildə qəbul eləməkləri çox xeyirdir. Bir də bir şeyin sirrini hələ də öyrənə bilməmişəm. İtalyanlar bu qədər gluten yeyir, amma həm arıqdılar, həm də gluten xəstəlikləri yoxdur. Çox maraqlıdır bunlar necə eləyirlər. Hələ bunun sirrini öyrənməmişəm. Bilən olsa kommentariya bölümündə qeyd eləsin. Zeytun yağı bu qədər dadlı olmur da əslində. Yəni bizdə. Amma bunlarda o qədər dadlıdır ki. Bu qarışımdan çox möhtəşəm gedir. Bir dəfə test eləyin həyatınızda. Bir dəfə test eləsəz, bundan sonra evdə alıb yeyəcəksiniz bu formada. Zeytun yağından nə tam gəlir, nə iyi gəlir. Çox qəşəng bir tamı var, çox qəşəng dadı var. Bizdə məsələn çoxları salatlara vurur, amma salatdan bu dad gəlmir. Bunu ayrıca belə yeyəndə qəşəng bir şeydir. Yeməklərimiz də gəldi. Risotto və lazanya. Trüfellerle. Aynı kamiyim bir deyin göreceğiz. Ben yılka taksam hemen bura gelme. Bakalım. Çok kaynar ya. Ağzım yanacak. Bu uşaq imkan vermədiyi video çəkməyə. Qəşəngdir. Olsun. Nasıl bakalım? Hadi uşaklar yoksa. Ben de yiyeyim tadına bakalım. Lazanyanın da tadına bakalım. İncədən. Göstərim. Sizə görə sol əlinə yeyirəm ki. Çok qəşəng geliblər. Yoldan da. İstidir ama çok qəşəngdir. Həqiqətən də gəlməyinə dəyər. Restoran bəyəndim. Misma ruta, sí. Barrio que mismo barrio Río. A esta hora sí creo que Adı neydi? Prosta baxmadım. Çıxanda baxıb göstərərəm adını da. Çox isti gətiriblər. Dadı xəmir deyil. Məsələn, çox yerdə görürsən ki, ancaq xəmirin dadı gəlir. Lazanyanın dadı o qədər də bilinmir. Amma burada dadı qarışıb, çox qəşəngdir. Həm burada bunların parmezan pendiri də var. Parmezan pendirindən üstünə əlavə edirlər. Biraz da əlavə edeyim. Qəşəng dad verir.
Ve dediyim kimi xəmir deyil, qəşəng təmizlənir. Nədir ki? Deyil. Hə? Yox, bunların şeyi olur onsuz da. Çipləri içində olur. Görmədin, orada şey deyirlər, kapora deyirlər bunlar. Restoranlarda oturdunuz, istedim onu da deyim. Bütün kafe ve restoranlarda İtalya'da kapora deyirlər. Elə bir ki, oturmaq üçün restoran pulu verirsiniz. Bunlarda çayı elə o sayılır. Əlavə çayı vermək istəyirsinizsə, yəni o sizin öz işinizdir, onu da verə bilərsiniz. Amma bunlar elə bil ki, həmin o kapora oturmaq haqqıdır, alırlar. Yəni əgər hardansa alıb gedirsənsə, oturmursansa, yer zanit eləmirsənsə, o kapora gəzirmir. Bir də ən çox mərkəzi hissələrdə olur kapora. Kənar yerlərdə olmur çox vaxt. Sorry, can you ask for bean? The check. Yeah. Bill. Vietnamese? Yeah. Bundan? Görüldü, Caperto 5. Bizim burada 5 eurodur Caperto. Can we split? Sorry? Can we split? Yes, sure. Okay, and How much is it? 40, 20. lasagna and... Bu arada çekler hesabı ödedik ve restoranı da gösterim size. Bilmem yaxşı göründü ya yox. Belə çöldə oturmağa da yerləri var və burada da adın buradan oxuya bilərsiniz. Ristorante Pizzeria. Bu da Florensiyadadır. Yeməkləri çox dadlıydı, xoşumuza gəldi. Hesab da normal idi, yəni. 2 nəfərə nə qədər çıxdı? 45 euro. Ha, içki de var idi, yəni. İçki olmasa biraz daha az.